Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu alel-enbiya vel-mursalin. Assalamu aleykum ve rahmetullahi ve berekatuhu. Allah subhanahu ve teala Kur'an'da çok sayılı ayelerde buyurur ki ve yuallimuhumul kitabe vel hikmete ya da ki yuallimukumul kitabe vel hikmete. O, yani Allah'ın elçisi Muhammed aleyhisselam size ya da ki onlara farklı ayelerde kitap ve hikmet öğretir. Ve bazı dindarlar çalışırlar insanları inandırmağa ki hikmet orada hadis nəzərdə tutulur. Bu hadis kitablar toplumu. Sözsüz ki Allah'ın elçisi hikmetli bir şəxs olub. Və sözsüz ki onun hikmetli hərəkətləri də çox olub. Bir neçəsini indi mən sizə deyəcəm. Məsələn, Allah'ın elçisi Məkkədəykən zəif vəziyyətdə müsəlmanları, sahabələri Həbəşistana hicrətə göndərir. Çünki kafir Qureyşlər onlara əziyyət zülm edirdilər və Həbəşistan kralı Nəcaşi ilə əlaqə qurur. Bu çox hikmətli bir hərəkət idi və çox diplomatik bir addım idi. Ya Allah'ın elçisi Mədinəyə hicrət edəndə Məkkədə onu öldürmək istədilər. Kafir Qureyşlər Mədinəyə hicrət elədi. Hicrət edəndən sonra mühacirlərlə ənsarları qardaş etdi. Ya Mədinəyə hicrət edəndə oradakı Yahudi qəbilələri ilə Banu Qaynuq, Banu Nadir, Banu Qureyza onlarla anlaşma bağladı. Ya hicrətin 6-cı ilində ən böyük ölkələr, ən güclü ölkələrin şahlarına, krallarına məktublar yazıb onları İslam'a dəvət etdi. Bütün bu hərəkətlər sözsüz ki hikmətli addımlardır və belki addımlar çox olub. Amma demək ki bu hədis kitabları Allah'ın elçisi öyrətdiyi hikmətdir. Bu həm Allah'a həm onun elçisinə atılan bir böhtandır. Yəni mən çox sizə misallar getirmişəm. Qurana olan müxalif hədislər, səhih sayılan hədislər. Nə bilim tövhidə müxalif olan, peyğəmbərlərə ləkə atan hədislər. Amma yenə görürəm ki insanlar elə yanaşır ki sanki mən əstəğfurullah İslam düşmanıyım. Mən Allah'ı, onun elçisini və Allah nazil etdiyi kitabı sevirəm və bacardığım qədər çalışırım onları yaşayım həyatımda. Allah'ın elçisini çox sevirəm, o çox hikmətli şəxs olub, Allah'ın sonuncu elçisi Muhammed aleyhisselam. Amma hədis kitabları bu insanların yazdığı bir kitabdır. Allah'ın elçisinin vəfatından 200 il, 300 il sonra yazılan bir kitablardır. Rəvayətlərlə, isnadlarla gəlib çatan rəvayətləri toplayıblar, müəyyən bir şərtlərə görə hansısa səhih görüblər, hansınısa həsən görüblər, hansısa zəif görüblər, hansısa mövdu görüblər. Və mən sizə bir misal getirəcəm, yalnız bir misal. Əhl-i sünnəyə görə Quran-ı Kərimdən sonra ən doğru, ən dürüst kitab Cəmi-ü Səhih Buxari sayılır. Bu hədis həm Cəmi-ü Səhih Buxaridə keçir, həm Cəmi-ü Səhih Müslimdə keçir. Cəmi-ü Səhih Əl-Buxaridə onun nömrəsi 4324. Şərhlərdə də, yuxarıda da hədisin mətnini də, isnadını da orijinalda verəcəm mən. Baxın, Ummu Saləmə Rasulullahın aleyhisselam həyat yoldaşı. Güya ki o rivayət edir, bir gün Allah'ın elçisi gəldi, girdi yanıma və gördü ki evimdə Muxannes var. Muxannes bilirsiniz kimdir? Üzdən ıraq, homoseksualist. Və həmən Muxannes Ummu Saləmən qardaşına Abdullaha deyir ki, sabah əgər siz Taifi fəth etsəz, yəni müsəlmanlar Taifə çıxmalıydılar, hərbi yürüşən. Birincisi Muxannes, bu üzdən ıraq, homoseksualist, nə gezir o evində? Peyğəmbərin həyat yoldaşıdır, onun evində nə gezir o? Vəbşi Mədinədə nə gezir o insan? Quranı oxuyan şəxslər çox gözəl bilir ki, Lut Peyğəmbərin aleyhisselam qövmi homoseksualizmlə məşğul olduğuna görə Allah onları bəla göndərir. İbrahim aleyhisselamın yanına mələklər insan cinsində, insan formasında gəldi, onları tanımır, müəyyən diyaloq olur aralarında. Onlar deyirlər ki, biz gedirik Lut aleyhisselamın qövmünü cəzalandırmağa və deyirlər, لِنُرْسِلَ عَلَيْهِمْ حِجَارَةً مِنْ طِينٍ. Biz onların üzərinə göydən palçıq yağdıracaq, palçıq kimi daşlar yağdıracaq.
Yəni əzab verəcək. Allah mələkləri göndərdi ki, onlar cəzalandırsın homoseksualistləri. Burada isə Peyğəmbərin evində, Peyğəmbərin həyat yoldaşının evində homoseksualist gezir. Və o, Peyğəmbərin planlarından xəbərdardır. Deyir ki, sabah siz taifi fəth eləsəz, indi davamını qulaq asın. Davamı indi əstəğfurullah, erotika kimi bir şeydir. O Musələmən qardaşına Abdullaha deyir ki, orada Quleymən idi deyəsən, Quleymən ismində biri var, sən onun qızı ilə evlən, çünki o dərəcədə gözəldir. Sən ona qabaqdan baxanda, yəni hədisi verirəm də ərəbcə originalda, oxuyun, yəni mən özümdən uydurmuram. Qabaqdan baxanda onun 4 qatı görsənir, yəni 4 qat piyi. O vaxtı ərəblər gömbul piyli qadınlar sevirdilər, belə qədim vaxtlarda bu moduydu. Arxadan baxanda isə 8 qatı görsənir. Və Allahın elçisi deyir ki, bir də girməsin bu bura. Hədisin şərhini oxumuşam, 20 ildir oxuyuram onun şərhini. Onun şərhi elə özündən də bətərdir. Güya ki, Allahın elçisi Mədinənin qırağında hələ ona ev də verir yaşamağa, həmən Muxannəsə. Adı da keçir orada. Adını unuttum mən, neydi onun adı. Onu ev də verir. Ömər xəlifəliyə gəlib keçəndə onu oradan sürgün edir. Necə yəni Allah subhanahu wa ta'ala bu Quranı öz elçisinə nazil edib, Quranda bildirir ki, homoseksualizm haramdır, ən böyük günahlardan biridir. Lut Peyğəmbərin qövmü buna görə cəza alıb, amma homoseksualist gəlir, girir Rasulullah aleyhisselamın həyat yoldaşının evinə. Nədir burada hikmət? Deyim sizə, Allahın elçisinə böhtan atırlar. Allahın elçisinin namusuna ləkə salırlar. Nədir burada? Hansı hikmət var burada? Yəni mən demirəm o kitablar başdan ayağa hamısı uydurmadır. Orada faydalı məlumat var, orada səhih məlumat var. Amma bu sadəcə olaraq insanların yazdığı kitablardır. Allah nazil etdiyi bir kitab deyil bu. Və bu kitablar müəyyən tarixdə yazılıb, müəyyən siyasi rejimlərin hakimiyyəti dövründə yazılıb. Onlar müəyyən məlumatları qorxudan verə bilmirdilər. Müəyyən məlumatları həmən rejimləri razı salmaq üçün verirdilər. Və beləcə hədislər 1 deyil, 2 deyil, daha da istəyirsiniz var. Yəni, misallar da çox çəkmişəm mən, kanalımda var videolar. Ona görə, qardaşlar, bu Allah subhanahu wa ta'ala öz elçisinə verdiyi bir hikmət deyil. Yəni, bu böyük bir fərqdir. Birinci, əgər siz Allahın elçisinin hikmətini öyrənmək istəyirsiniz, bu barədə də ayrıca videom var, çox uzun olmasın. Açın İsra surəsini 22-ci aydan 39-a qədər oxuyun. Müsəlmanlar çoxsu bir xəbərdir bundan. Əsas hikmət budur. İkincisi, Allah Qurandakı "Vəl-Qur'anil Hakim" and olsun hikmətli Qurana. "Və yuallimukumul kitaba vel-hikmete" sizə kitab və hikmət öyrədir. Orada va var ərəb dilində, summa yoxdur. O ayrı bir şey deyil. O zaten elə kitabdır, hikmətli kitabdır. Kim həqiqətən Allahı, Allahın kitabını, Allahın elçisini, Allahın dinini sevirsə, o insan insanların yazdığı dini kitablara ancaq Quran prizması ilə yanaşacaq. Çünki başqa yol yoxdur. Allah razı olsun. Salam aleykum.